Hər birinizi salamlayıram. Süleyman Sani Axundovun Nurəddin əsərinə gəlin bir yerdə baxaq. Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl olduğu kimi xasiyyətdə də gözəl idi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəmi qüssəsi yox idi. Axırda bunların bir oğlu olur. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir füqarasına pul və xörək payladı. Oğlunun adını Nurəddin qoydular. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir Gülüstan kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi. Bir gün bazardan qayıdarkən bir nəfəri körpü üstündə ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedim, mən bir kasıb adamam, əslim İranlıdır. Əldə xırdavat satmaqla 300 manat pul düzəldib buraya gəldim ki, mal alıb aparam. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar. Bu kişinin halına ürəyim yandı. Cibimdən 300 manat çıxarıb kişiyə verdim ki, al kişi, get, kəsbindən qalma. Qazanıb sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et. Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdim. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəriyə daxil oldu. Hacı, sovqat üçün bundan əziz bir şey yoxdur, deyə Gülüstan kitabını mənə uzatdı. Qoy mən Rəhim tərəfindən sevgili övladınız Nurəddinə Sərdinin bu Gülüstan kitabı yadigar olsun. Sonra dübarə razılıq edib getdim. Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı. Oğlum böyüyəndə bu kitabı oxuyar dedi. Nurəddin böyüyüb 8 yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şagird idi. Deməli biz bura qədər nə gördük? Nurəddinin anasının adı nə idi? Həlimə idi. Həlimə həm camalda gözəl idi, həm də xasiyyətcə gözəl idi. Daxili və xarici gözəl bir qadın idi. Bu qadının da deməli dərdi nə idi? Övladsızlıq dərdi idi. Nəhayət Nurəddin adlı bir övladı olur. Sizə burada bir sual ünvanlamaq istəyirəm. Başqa hansı əsərdə idi ki, deməli orada da övladsızlıq dərdi var idi. Bir kişi var idi ki, onun övladı olmurdu və Nəzir Niyazlardan sonra onun bir övladı dünyaya gəlir. Kim bilirsə qeyd edər şərhdə. Daha sonra bir gün bu Nurəddinin atası Hacı Nəsir bir İranlı adamla tanış oldu. Bu da niyə ağlayırdı? Çünki 300 manat pulunu itirmişdi. Ona kömək edir, 300 manat pul verir. Qarşılığında o da nə verir? Deməli, Sədrinin Gülüstan kitabını verir. Bir kiçik bir qeyd eləmək istəyərdim ki, Sədrinin Gülüstan kitabında ümumiyyətlə tərbiyəvi məsələlər, əxlaqi məsələlər var. Yəni yaxşı bir kitabdır. Tərbiyəvi, əxlaqi bir kitabdır. Onu təqdim edir Gülüstanı qarşılığında. Və Nurəddin nəhayət 8 yaşına çatır və Nurəddin gedir məktəbə. Oxumaqda da birinci idi bu qədər, bura qədər. Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan döşəyə düşdü. Hacı Nəsir bir neçə məşhur həkimi gətirsə də onu sağalda bilmədi. O Nurəddin deyə vəfat etdi. Anasının vəfatından sonra Nurəddin böyük qəmgin görünürdü. Ancaq biliyi ilə müəllimləri heyrətə gətirirdi. Hacı Nəsir evlənmək fikrinə düşdü. O qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin 20 versliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı vardı. İmamverdi onu mehribanlıqla qarşıladı. Hacı Nəsirin İmamverdi onu mehribanlıqla qarşıladı. Sonra üzünü qızına sarı tutub dedi. Gülpəri tez ol, nahar tədarük et. Hacı Nəsir yol gəlib acdır. Gülpəri qısa boylu, dolu əndamlı, qara buğdayı, bədxasiyyət, 23 yaşında bir qız idi. Diqqət etsək Gülpərinin burada xarici görkəminin təsviri var. Onların uzun söhbətinin nəticəsi bu oldu ki, qəza Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi. Burada bir məsələni qeyd etmək istəyirəm, bəzən testlərə düşür. Yəni Hacı Nəsir İmamverdi ilə Gülpəri ilə evlənmək məqsədi ilə getməmişdi. Deməli gedir orada bir şəriki var onunla görüşməyə və
Təxmini gəlir Hacı Nəsirgilə, tanışıgilə və orada Gülpərini görür. Yəni nəticədə nə olur? Gülpəri ilə evlənir. Daha sonra onların uzun söhbətin nəticəsi bu oldu ki, Qəza Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi. 2 gündən sonra Gülpəri Hacı Nəsir Gülpərinin evinə arvad gətirdi. Gülpəri evdəkilərin hamısı ilə kobud rəftar edirdi. Get-gedə onun zülmü artırdı. 10 ildən ziyadə Hacı Nəsirə xidmətdən bir nökər bu cür rəftarlara davam edə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı qulluqçu Bahar da çoxdan çıxıb gedərdi. Yəni Baharın getməməyinin səbəbi Nurəddin idi. Gülpərinin hər zülmünə davam edirdi. Tək ki, Əli balaca Nurəddindən üzülməsin. Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyini peşman idi. Baxın, peşmandır. Başqa hansı əsəri idi? Gəlin qeyd eləyək. Dəli Köy əsərində Cahandar ağa mələyi götürüb qaçırır, lakin sonra peşman olurdu. Daha sonra burada məsələn Nurəddinin anası birisi də soyuq dəymədən ölür. Firidun var idi gələcək gündə. Bax, onun da anası ağlayırdı, dərd-qəm çəkirdi. Dərd-qəm çəkdiyinə görə rəhmətə getmişdi. Atası qarın yatağı xəstəliyindən rəhmətə getmişdi. Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənir, onu döyməyə başlayır. Görürük ki, Gülpərinin daxili xüsusiyyətləri var ki, burada heç kəslə yola getməyən bir qadındır. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddin Gülpərinin əlindən alıb qeyzlənmiş dedi. Ay yaramaz, mən sənin kimi bir kasıb qızın dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzini deyir bu uşağın analıq edib qayğısını çəkəsən. Yoxsa onun üçün cəllad olasan. Bundan sonra səni bu evdə bir gündə saxlamaram. Yəni Hacı Nəsir görür ki, Nurəddinə yaxşı davranmır Gülpəri, ona görə əsəbləşir çıxır və bunu deyib Hacı Nəsir cəld bazara tərəf getdi. Bu ittifaqdan yarım saat keçməmiş Hacı Nəsir dükanda ürəyi partlayıb vəfat etməsi xəbərə gəldi. Deməli, Nurəddin atasının ölüm səbəbi nə oldu? Əsəbləşir, Gülpəriyə əsəbləşir, ona görə Nurəddin atası da ölür. Bir növ Gülpəri səbəbkar olur da. Hacı Nəsirin ütü çıxan kimi Gülpəri Nurəddinin üzünü öpə-öpə əlinə pul verib dedi. Oğlum, daha dərsdən qalma, dur məktəbə get. Yol uzun Nurəddin Gülpəri barədə fikir edirdi. Atam öləndən bəridir Gülpəri mənimlə çox mehriban dolanırdı. Elə əvvəldən belə olsaydı, heç deyir, atamın da bağrı çatlayıb ölməzdi. Bu fikirdə ikən Nurəddin gəlib məktəbə çatdı. Gülpərinin belə dəyişməsinə səbəb Nurəddinin zənn etdiklərinin heç biri deyildi. İndi gəlin görək nə imiş. Bütün bu olanlar Bahar ona danışır. Gülpəri yaxşı bilirdi ki, deyir, özünün övladsız olmasına görə Hacı Nəsirin cəm mal dövləti tək Nurəddinə qalacaqdır və o da uşaq olduğundan hər ixtiyarı qəyyumun əlinə keçəcəkdir. İndi hiyləgər qadın bu qəyyumluğa axtarırdı. Məramına da çatdı. Nurəddin evlərinə qayıtdıqda Bahar onun əhvalatdan xəbərdar etdi, hər şey danışır. Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi, qorxma, nə qədər ki sən sağsan Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə bilməz. Çünki onda onun qəyyumluqdan çıxararlar. Elə bu məqamda bir məsələni qeyd etmək istəyirəm. Aldanmış Kəvakibdə də Yusif Sərrac bütün olub bitəni Xacə Mübarəkdən öyrənmişdi. Belə bir əlaqələndirmə. Nurəddin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Kəndə getməyə hazırlaşırdılar. 3 gün idi ki, Gülpəri səfərə yığışırdı. Gülpəri cəmi şeylərini sandıqlarına doldurub özü ilə aparmaq fikrində idi. Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdı. Bahar belə bir ümid içərisindədir. Lakin belə bir şey hazır olan, hər şey hazır olandan sonra Gülpəri dedi. Bahar, sən şəhərdə qalassan, ev səndən başqa heç kəsə ümid olub qoya bilmərəm. Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə hansı gün çıxmalarını atasına məlum etmişdi və diqqətli olun, atasına oraya getməkləri barədə xəbər göndərir. Lakin səfərin ikinci günü gəlib oraya çatdıqda vağzalda nə atasını, nə də bir tanış adam gördü. Gülpəri nökəri Cəfəri göndərib 2 fayton tutturdu. Faytonun birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa-qorxa yola düşdü.
Gülpərini qorxuya salan dağlar arasında və meşələr içərisindən keçən yollardır ki, onlarda çox vaxt soyğunçuluq ittifaq düşərdi. Deməli, qorxmasının səbəbi nədir? Yolların təhlükəli olmağı, soyğunçuluqla məşğul olan insanlarla dolu olmağı. Meşənin qurtaracağına 2 verst qalmış, verst ölçü vahididir. Bir atlı, yaraqlı adam Cəfərin qabağını kəsdi. Dayan, tərpənmə, atdan düş, yoxsa odladım. Əmraslan ağa, atma, mənəm. Gülpəri bu səsi eşidəcək sevinib qışqırdı. Əmraslan, əmioğlu sənsən? Nə yaxşı gəldin, bəs atam hanı? Gərək fayton tutub qabağımıza gələydi. Bilmirəm ki, kağızım gəlib gedib çatmayıb ya başına bir iş gəlib. Əmraslan dedi, mən sizin gəlməyinizdən xəbərim olmamışdı. Deməli, Əmraslanın Gülpərinin gəlməyindən xəbəri olmur. Sadəcə olaraq ümumiyyətlə o da elə soyğunçuluqla məşğul olan bir adamdır. Təxmini bu faytonu da soymaq istəyirdi. İçərisindən Gülpəri çıxır. Özüm də evdə səhər çıxmışam. Yəqin əmim deyə kimi gəlib çıxmamağına səbəb körpünün sel aparması olmuşdu. Deməli, İmamverdinin gəlməməyinin səbəbi nə idi? Körpünün sel aparması idi. Sonra faytona minib Gülpəri ilə gizlin söhbətə başladım. Əmraslan İmamverdinin kiçik qardaşı oğlu Tanrıqulunun oğluydu. Bundan başqa Tanrıqulunun övladı olmamışdı. Ona görə də valideyni Əmraslanı əzizləyib ərköyün böyütmüşdü. Belə tərbiyə nəticəsi tezliklə ortaya çıxdı. Əmraslan 9 yaşına çatdıqda atası onu mollanın yanına oxumağa apardı. 3 gündən sonra Əmraslan məktəbdən qaçdı. Tanrıqulu bir-iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu. Əmraslan şkolada çox davam etmədi. Nadinc uşaq müəllimləri tənqi gətirmişdi. Bir dənə belə nadinc uşaq harda var idi? Gələcək gün əsərində deməli, ərbabın oğlu var idi, o Firidunla dalaşan uşaq, o da belə dəcəl uşaq idi. Axırda yoldaşlarının birini yaralamağın üstündə Əmraslanı məktəbdən xaric etdilər. İmamverdi Əmraslanın oxumayıb belə bir tərbiyə qalmasında çox narazı idi və bu barədə qardaşını müqəssir bilirdi. Yəni günahkar qardaşını bilirdi İmamverdi. Çünki düşünürdü ki, qardaşı onu yaxşı tərbiyə eləməyibdi. Əmraslan 16 yaşına çatanda ata-anası dalbadal vəfat etdi. 1-2 ilin ərzində yaramaz oğul atasından qalanların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da qardaşı oğlunu pis yoldan qaytara bilmədi və axırda onunla bilməli əlaqəsini kəsib evinə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmraslan Gülpəriyə yaxın düşmürdü. Elə ki, yoxsullaşdı, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi nə qədər mən sağam, bu iş baş tutmaz deyə onun təklifini rədd etdi. Yəni, Əmraslanın Gülpəriyə yaxın düşməyinin səbəbi Gülpərinin puluydu da, yəni puluna görə yaxınlıq edirdi. Gülpərinin könlü əmisi oğlunda idi, lakin Gülpəri əmisi oğluna meyilli idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmraslan bu əmrə razı değildi. Çünki onun fikri Gülpərini almaq deyil, əmisinin var dövlətini ələ almaq idi. Pis yola öyrənmiş Əmraslan yavaş-yavaş oğurluğa və yol kəsməyə qurşandı. O, bilirsiniz nəyə xatırlatdı? Böyüyüb oğru və yol kəsən oldu. Təpəgözdə də belə bir məqam var idi. İndi faytonda əyləşib Gülpəri ilə söhbət edən Əmraslan bax belə bir hərifdir. Kətdə bir neçə gün qalmışlar ki, bir gün Əmraslan onlara gəldi. İmamverdi baba. O bir otağa keçdi. Orada nə baş verdiyini Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi. Bu ittifaqdan 3 gün keçmiş. Gülpəri atasından izinsiz kəbinini kəsdirib Əmraslana ərə getdi. Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı. Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Yəni Nurəddin bu vəziyyətdən məmnun idi. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Gülpəri nədənsə fikrini dəyişdirib Nurəddini öz yanına aparmaq istərdi. Lakin İmamverdi baba əsla razı olmurdu. Nəhayət İmamverdi baba istər-istəməz razı oldu. Nurəddin də Əmraslanın evinə köçdü. Az bir müddətdə Əmraslan Gülpərinin əlindəki nəqd pulunu alıb qumara kefə tələf etdi. Belə bir məqam harda var idi? Bu həyat yoldaşının əlindən olanları qumara sərf etmək. Oqtay Eloğlu əsərində var idi. Firəngizin həyat yoldaşı Danyar bəy də belə bir adam idi. Bir gün İmamverdi babanın, yəni o da Firəngizin pulunu qumara xərcləmişdi. Bir
Bir gün İmamverdi babanın iflic azarından dili tutulma xəbəri gəldi. Gülpəri, Əmiraslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. Gecə Əmiraslan ilə Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da hələ ölüm aləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi: "Yox, Əmiraslan məni öldürsə də səhər sübdən qaçıb babamı yoxlamağa gedəcəm." Yəni Nurəddin ümumiyyətlə İmamverdini görür ki, çox istəyir. Bu fikirlə Nurəddin yatdı. Səhər tezdən geyinib bağçaya girdi ki, gizlinci İmamverdi babagilə getsin. Aha, artıq səhər açılıb. Nurəddin qəflətən Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld kolun içinə girib gizləndi. Əmiraslan Gülpəriyə deyirdi: "Sən yenə də deyirəm ki, zəhər verməkdən başqa bir çarə yoxdur. Deməli, ilk təklif nədir? Zəhər vermək. Yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram. Nə yaxşı oldu ki, bunların fikrini bildim." Nurəddin elə düşünür ki, əvvəldə zəhəri İmamverdiyə vermək istəyirlər. Nurəddin bu fikrindəykən Əmiraslan başladı. İndi yaxşı fürsətdir. Əminin dili tutulub, xəstəliklə yatır. Bahar da ki, uzaqdadır. Kimə nəyə gərəkdir ki, Nurəddin nə azardan öldü? Bu sözləri eşitdiyimdə Nurəddinin rəngi qaçıb, tükləri biz-biz durdu. Yazıq uşaq qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən bir ruh idi. Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. O su çəkdiyi halda daldan itələyib quyuya salacağam. Birinci fikir nə idi? Zəhər vermək. İkinci fikir də quyuya salmaq. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdu. Hərgah razısansa bu axşam əmələ gətirim. Deməli, Gülpəri cavab verdi. Yəni, Gülpəri razılıq cavabını verdi. Əmiraslan və Gülpəri getdilər. Birazdan sonra Nurəddin kolluqdan çıxdı. O, yan bu yana baxıb, qorxa-qorxa yola düşdü. İndi daha mən İmamverdi babanın yanına niyə gedim ki, o özü ölüm halında ikən məni də bu zalımların əlindən necə xilas edə bilər? Yox, qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Deməli, baxırıq ki, Bahar deməli Nurəddin doğru qərarlar verə bilir. Yəni çıxış olaraq doğru qərar verir. Yanlış qərar versəydi əgər İmamverdi babanın yanına gedərdi, amma doğru qərar verir ki, yəni İmamverdi baba məni qoruya bilməz. Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu. Yəni burada da Nurəddinin meşəyə tərəf gəlməyinin səbəbi nə idi? Özünü Bahara çatdırmaq istəyirdi. Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu. Ancaq yolu azıb meşədən çıxa bilmədi. Gün batan zaman bir şaxlı budaqlı ağac sapıb üstünə çıxdı ki, gecə orada yatsın. Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Qarğaların səsini yolu ilə gedən bir qoca dilənçi oraya gəldi. Nurəddin bunu görüb ağacdan düşmək istədi. Yolçu dedi: "Ağacdan düş, oğlum, mən səni evinizə apararam." Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi: "Mənim evim yoxdur, əmi. Mən atasız, anasız bir yetiməm." Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxardıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Aclığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri dilənçiyə nağıl etdi. "Əmi, mən evimizə çatdırsam, Bahar sənə hər nə istəsən verər" deyə Nurəddin dilənçiyə yalvardı. "Qorxma oğlum, səni aparıb evinizə verərəm. Sizin şəhər buradan xeyli uzaqdır." 12 gündən sonra yolçular gəlib böyük bir şəhərə çatdılar. Cənnətəli xəstə olduğuna görə Cənnətəli həmin o dilənçinin adıdır. Nurəddini dilənməyə göndərdi. Yəni Cənnətəli əslində pis adam deyildi. Sadəcə o xəstə olduğu üçün özü gedə bilmir. Ona görə Nurəddini göndərir. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi. Bir-iki küçə dolandısa da həya edib bir kəsə əl uzada bilmədi. Deməli, küçədən keçərkən ayağı büdrəyib yıxıldı. Bu halda bir fayton iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddinə vurdu. Buna görəcək adamlar qışqırıb yürüşdülər. Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da minib dedi: "Tez sür evə." Rəhim şəhərin məşhur cərrahını çağırdı. Həkim Nurəddinin yaralarını, yerlərini yuyub sardı və dedi: "Bax, bu həmin o Rəhim var ha, Gülüstan kitabını verən Rəhimdir əsərin əvvəlində. Qorxulu yarası yoxdur. 5-10 günə sağalıb durar." Uşağı söndürüb yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Rəhimə də Rəhimin həyat yoldaşıdır. Bu duanın parçası həmin çirkli, həm də köhnə olduğunda bunu təzə parçaya tikmək məqsədilə cırdı.
İçindən bir balaca kitab çıxdı. Kişi gör bu nədir deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi: "Şükürlər olsun, axırda tapdım." Rəhim tanıyır, yəni o Gülüstan kitabından tanıyır uşağın Nurəddin olmağı. Bu Nurəddindir, bu Gülpəridir, bu da Əmir Aslandır. Bu da həmin o kolluğun arxasıdır ki, Nurəddin orada gizlənib qulaq asmışdı. Sonra üzünü uşağı tutub dedi: "Sənin adın Nurəddindirmi oğlum?" "Bəli" deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə soruşdu: "Kişi, sən bunun adını haradan bildin Rəhimə?" "Bu uşaq axtardığımız Hacı Nəsirin oğlu Nurəddindir." Tanıyır Rəhim. "Bu əlimdəki də sənə nağıl etdiyim Gülüstandır." Nurəddin sağalıb ayağa durmuşdu. Rəhim və Rəhimə Nurəddindən bu dilənçilik halını düşməyinin səbəbini ancaq indi soruşdular. Nurəddin başına gələni nağıl etməyə başladı. O nağıl etdikcə Rəhimdil qocalar ah çəkirdilər. Nurəddin nağılı tamam edib Rəhimdən təvəqqə elədi ki, xahiş elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhim Nurəddinin kitabını əlinə götürüb dedi: "Oğlum, bu kitabın əhvalını bilirsənmi? Bu Bəli, atam söyləyibdir" deyə Nurəddin cavab verdi. "Oğlum, Rəhim mənəm. Bahar səni mühafizə edə bilməz. İndi sən razı olsan, Baharı da yanımıza çağırarıq, yazarıq gələr." Nurəddin bu təklifi qəbul etdi. Rəhim Nurəddini Edadı məktəbinə qoydu, məktəbə yazdırır. Bir dəfə dərsdən qayıdarkən Nurəddin küçədə Cənnətəlini gördü. Çox sevindi, onunla görüşdü. "Baba, sən mənə yaxşılıq etdin. İndi mən sənə də yaxşılıq edəcəyəm." Burada Nurəddin Cənnətəliyə etdiyi yaxşılığın qarşılığını verir. Rəhim də bir növ belə deyək də Nurəddinin atasının yaxşılığının qarşılığını vermişdi Nurəddinə. İndi Nurəddin də Cənnətəlinin yaxşılığının qarşılığını verəcək. Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər. Bir axşam Nurəddin Rəhim və Rəhimə ilə çay içdiyi zaman Bahar qapıdan içəri girdi. Daha Baharı da gətirirlər. Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi: "Bahar, məni tanımırsanmı?" Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi: "Vay, Nurəddin sağ imiş." Bunu deyib Nurəddini bərk qucaqladı. Bahar biraz rahat olandan sonra dedi: "Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir?" Deməli, Nurəddini necə bilirdilər? Ölmüş bilirdilər. Bir də gördüm ki, Əmiraslan Gülpəri budur. Gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə göndərdilər və mənə də dedilər ki, Bahar, indi sən bizə lazım deyilsən. Bu nağıl etdiyim zamandan 10 il keçdi, artıq 10 il keçir. Rəhimin evində böyük bir qonaqlıq tədarükü görülürdü. Bu qonaqlıq Nurəddin Edadı məktəbinin qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Ümumiyyətlə Nurəddin uşaqlıqdan yaxşı oxuyan bir uşaq idi. Hətta anasının ölümündən sonra bir kefləsə belə, yəni onu təhsilində geri qalmamışdı. Yəni təhsilində oxumağına davam eləyirdi. Axşama 2 saat qalmış. Bax burada məsələn Nurəddinin yaxşı insanla bu Rəhimlə qarşılaşmağın məsələn nə ilə oxşar cəhət saya bilərik? Firidunla yenə də oxşar cəhət saya bilərik. Çünki Firidun da qoca bir müəllimlə rastlaşmışdı ki, onun həyatında böyük bir rol oynamışdı. Firidunu oxutmuşdu. Məsələn Firidunun yaşıdları kimsəsiz yaşlıları var idi ki, küçələrdə qalanda Firidun amma elə deyildi. Firidun təhsilli biri olmuşdu. Onda səbəb elə qoca müəllim idi. Baxırıq ki, Nurəddin də yəni yaxşı bir insanla qarşılaşır. Rəhimin evində böyük qonaqlıq tədarükü görülürdü. O qonaqlıq Nurəddin Edadı məktəbinin qurtarması münasibətilə verilirdi. Axşama 2 saat qalmış qonaqlar dağılmağa başladılar. Nurəddin də özünə bir qədər havaya vermək üçün şəhər bağını gəzməyə getdi. Axşam vaxtı Külfət hamısı çay süfrəsində hazır olan vaxt Nurəddin içəri girib dedi: "Ata, sizə bir qonaq gətirmişəm." Rəhim ata deyir: "Təvəqqə edirəm ki, xahiş edirəm ki, qəbul edəsiniz." "Edərəm oğlum" de içəri gəlsin. Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı və dedi: "Ana, bilirsənmi bu dilənçi arvad kimdir?" Ana da Rəhmiyə deyir: "Gülpəridir." deyə Bahar qışqırdı. Bahar həyəcanlanır. "Bəli, Bahar Gülpəridir." Nurəddin Gülpəriyə tərəf döndü və dedi: "Gülpəri, indiyə kimi mənə etdiyiniz zülm və cəfanın əvəzində mən sənin bütün təqsirindən keçib bağışlayıram." Bunu eşidəcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı. Nurəddin Gülpərini qaldırıb oturdu. Gülpəri başladı: "Doğrudur, sənin dövlətinə sahib olmaq istəyirdim, ancaq ölümünü istəmirdim.
Məni yoldan çıxardan o şeytan Əmraslan oldu. Sonra səni ölmüş bilib malına sahib olduq. 1-2 ilin ərzində Əmraslan pulları qumarda uduzub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əlindən çıxandan sonra Əmraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. Deməli, Əmraslanın sonu nə olur? Asılır. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi: "Oğlum, indi rahat ola bilərəm, çünki sənə verdiyim tərbiyənin meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim, çünki mən ancaq yaxşılıq etdim. Bu hər kişinin işidir, amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir." Deməli, Rəhim burada Nurəddini özündən daha üstün görür. Çünki Nurəddin burada Gülpəriyə etdiyi yaxşılıq əslində yamanlığa etdiyi yaxşılıq idi. Amma Rəhim yaxşılığa yaxşılıq etmişdi. Elə əsərin ideyasında da nə demək olar? Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq da ər kişinin işidir. Və yaxud da ki, yaxşılıq etmir. Yaxşılıq gec və yaxud da ki, insanın özünə qayıdır. Və sair kimi ideyalar deyə bilərik. Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü. Ümumiyyətlə, əsər bilirik ki, epik növdə hekayə janrında yazılmışdı. Mövzusu da nədir? Mövzusu da nə bilim tərbiyəvi məsələlərdir, ailə məişət məsələləridir. Görürük ki, ailə məişət məsələləri münasibətində tərbiyəvi məsələlərə toxunulubdur. Sonra Nurəddin ümumiyyətlə necə obraz idi? Nurəddin ağıllı idi, yaxşılığa yaxşılıq edən obraz idi, yamanlığa da yaxşılıq edən obraz idi. Çətin məqamlarda doğru qərarlar verməyə bilən bir obrazdır. Daha sonra ağıllı bir obrazdır. Harda necə hərəkət edəcəyini bilən bir obrazdır. Uzaq görəndir. Sonra anasını vaxtsız itirir, lakin anasını itirməyi təhsilinə davam etmir. Təhsilində uğurlu bir adamdır. Belə əsərin də baş qəhrəmanı bilirik ki, elə Nurəddin idi. Bu qədər, sağ olun.